Hər kəsə salam. Mən bu günləri have got və has got dərsinin have has dərsi ilə arasındakı fərqi izah edəcəm. Əslində belə baxanda çox adam fərqini hiss eləmir və çox adam bunu mənasız bir şey olaraq başa düşür. Lakin bu düşüncə düzgün deyil. Çünki bu tipli suallar qəbula da düşə bilər. Bu tipli suallar dimin testlərində də mövcuddur. Ona görə biz bunlar arasındakı fərqi bilməliyik ki, cümlədə istifadə edərkən düzgün istifadə edə bilək. Əvvəla onu qeyd edim ki, əgər have got has got dərsi haqqında məlumatınız yoxdursa, kanalıma daxil olub orada have got has got dərsi paylaşmışam, ona baxa bilərik. Biz bilərik ki, have got has got da, have has də hər ikisi var deməkdir. Və he-də, she-də, it-də, yəni üçüncü şəxsin təkində has got və yaxud da ki has olur. Qalan şəxslərdə, yəni I, you, we, they, qalan şəxslərin hamısında have got və yaxud da ki sadəcə have olur. Bəs əgər burada şəxslər arasında heç bir dəyişiklik olmursa, bunlar arasındakı fərq nədir və biz bunları niyə bilməliyik? Ona görə bilməliyik ki, have got-un, has got-un sualı və inkarı özü ilə düzəlir. Sualı, inkarı özü ilə düzəlir. Məsələn, you have got a son. Sənin oğlun var. Sual verəndə have qabağa keçir. Have you got a son? Sənin oğlun var. İnkarda you haven't got a son. Gördük ki, sualda have cümlənin əvvəlinə keçdi. İnkarda isə have not got oldu. Lakin have-in sualı inkarı özü ilə düzəlmir. İndi yazıram. You have a son. Sənin oğlun var. İndi normalda bayaqdan have got-da deyirdik ki, have qabağa keçsin. Burada have you a son deyə bilmirik. Bu ifadə yanlışdır. Çünki bu cümlədə got olmadığı üçün have has feil rolunda iştirak edir və biz deyirdik feilə sual verərkən do does'dan istifadə edirik. Ona görə də bu sual belə olacaq. Do you have a son? Sənin oğlun var. İnkarda isə I don't have a son. Mənim oğlum yoxdur. Yenidən ümumiləşdirirəm. Have got, has got-un sualı inkarı özü ilə düzəlir. Have has-in sualı inkarı ilə isə do does'la düzəlir. Yəni biz belə bir ifadə yazsaq, məsələn, you haven't, məsələn, you haven't a book. Sənin kitabın yoxdur. Biz bunu qətiyyən bu şəkildə deyə bilmərik. Bu ifadə yanlışdır. Biz bu ifadəni belə deyə bilərik. You haven't got a book. Düzdür, sənin kitabın yoxdur. Və yaxud da ki, you don't have a book. Baxın, bu ifadə də düzgündür. Ona görə biz bunlar arasındakı fərqi bilməliyik ki, testdə seçim edərkən biz baxaq görək cümlələrdə nəyə diqqət etməliyik? Sual have-dən mi, has-dən mi düzəlib, yoxsa have got, has got-la düzəlib? Dimin bildiyimiz kimi dim qəbula düşən tipli testlər tərtib edir və dimin sinif testlərində kifayət qədər have və has-ə aid suallar var və biz bunlar arasındakı fərqi bilmədiyimiz müddətcə biz yuxarıda yazdığım, baxın bu cümlədə yazdığım kimi səhvləri edə bilirik. Ona görə də bunlar arasındakı fərqi bilsək artıq səhvimiz olmayacaq. Əgər videom sənin üçün faydalıdırsa, kanalıma abunə olmağı, başqaları ilə paylaşmağı unutma. Əgər have got, has got dərsini bilmirsənsə, kanalıma daxil olub oradan izləyə bilərsən. Əgər hər hansı bir dərsdə çətinliyin varsa yorumlara yaz və imkan daxilində o videomda sənin üçün fərqini çəkib izah edəcəm. Sağ olun, hələlik.